Salam əziz dostlar. Deməli bugün bir video çəkəcəm, maraqlı bir video. Bu günlərim bu Meksika şəxsiyyət vəsiqəsini almaqdan ötürü başqa bir şəhərə uçacağam. Belə avtobusla 7 saatlıq, 8 saatlıq yoldur. Amma təyyarə ilə gedəcəm, tez çatacağam. Elə maraqlı videolar olacaq, çəkəcəm. Kanalda izləməkdə olun. Hal-hazırda taksidəyəm, gedirəm aeroporta. Elə aeroportda çəkib sizə göstərirəm. Hal-hazırda Veracruz şəhərindəyəm. Gedirəm Guadalajara şəhəri var, ora. Avtobusla getmək təhlükəlidir. Ona görə yerli adam olmadığıma görə təhlükəlidir. Dil bilmirəm, ona görə təhlükəli olduğuna görə təyyarə ilə məni yola salacaqlar. Ona görə inşallah təyyarə ilə gedəcəm. İzləməkdə olun dostlar. Maraqlı videolar gələcək. Səhər tezlənəndir. Hər kəs işə gedir. Əslində amma bu yollar tıxac olur. Veracruz aeroportuna gedirik. Aeroportun öz şəxsi yoludur. Veracruz hava limanı. Artıq Veracruz havalimanının içindəyəm. Gözləyəcəm. Hələ 07:30-da uçuşdur. Hələ qeydiyyat başlamayıb. Qeydiyyat başlayandan sonra artıq təyyarələrə minəcəm. Təyyarəyə daha doğrusu. Geçən burada fırlanam. Göstərəcəm sizə. Belə bir yerdir. Balacadır. Kiçik havalimanıdır. Gracias por la espera. Estamos abordando clientes en zona abordaje número 4. Aeroportdayam, yəni Azərqaqa gedirəm. Başqa şəhərə var. O şəhərdən pasportumu alma. Buradan elə bir şəxsiyyət vəsiqəsini verəcəklər. Yenə samolyotla uçuram. Bezdim də samolyotla uçmaqdan. Artıq təyyarəyə minib dostlar. Allah qoysa Guadalajara şəhərinə gedirəm. Çox az qalır. Deməli əziz dostlar, Guadalajara şəhərinə çatdıq. Aeroportdan çıxmışam. İndi işçilərimizi gözləyirəm. Gəlib məni götürəcəklər. Göstərirəm sizə buranı da. Belədir. Hər yerdə polislər durur. Silahlı polislər. Aeroportun içində gəzirik. Gedirik avtoparka. Oradan da gedəcəm sirkə. Növbəti sirkə. Reconociendo, a la gente le gusta hacer bien las cosas, pero si no le das una recordadita, a nadie le gusta hacer cosas a medias. Pero cuando no estás conectado con eso, pues ¿cuál motivación va a ser? Fíjate que otra cosa que considero yo es... Elə bil bayıldı. Özüm ol. Bayıla oxşuyur. Dağın ətəyi. Gəlmişik meyvə almağa. Meyvələr burada.
üzümlər. Kilosu 29 pesoyadır. Göy pomidor. Soğan. Kilosu 14 pesoya 1 kilosu. 14 dollar yazımı pesodur. Bu bilmədim nədir bu. Soğandır bu da. Pomidor 38 peso. Göyçay pomidorun oxşiri. No. Apelsin, qarpız. Şimdi nə desəz var, bananlar. 34 pesodur banan kilosu. Hiç bilmirəm nədir. Bunu bilmədim nədir. Meyvelere bak, vitamin diyor. Ananas. Kilosu 28 pesoya. Ananaslar. Başım yemiş. Ne istesen vardı. Çelay, ballar, yağlar. Özümün dağüstü parkı oxşayır, Pajarın yanına bayılda girsəni. Bu da dağda evlərdir, ona bax. Böyük bir marketdir dostlar. Burada her şey satılır, təkər. Nə bilim. Elə bir şey yoktur ki, burada olmasın da. Kafe, restoran, nə desəm var. Çox böyükdür. Və insanlar da çoxdur. Bizdəki hipermarketlərə fikir versəm insan azdır, amma burada həqiqi adamlar çoxdur. Hələ gün ortada, axşam vaxt çox olacaq. Mənim direktorumdur, görək. Gəlib bura nəsə almağa. Deməli dostlar, belə bir şeydir. Üstü xəmirdir, içində toyuq ətidir. Yarısını yedim, tutdu məni. Çox tutumlu bir şeydir, proteindir. Çıxdıq, gedirik. Özümə buraya yadımda qaldı. Elə bir bayıl deyib, buna bax dostlar. Allah'a and olsun. Gedirik. İndi görək hara gedirik. Mənim direktorum görün mən hara aparır. Sağ olsun, yaxşı adamdır Quran haqqı. Gələndən qulluq eləyir mənə. Beləsinə sirk direktorları milyardda birdir. Yəni demək olar ki, yox səviyyədədir. Gəldik başqa dükana. Mopedlər satırlar. 41 minə, 4100 manatadır bu motosiklet. Bu 2100 manatdır. 10 peson 1 manatdan hesablayanda təxmin elə eləyir. Burada iri mağazinlər, ucu bucağı yoxdur. Pampers 465 peso. 349 peso.
100 peson eləyir hardasa 10 manat da. 30 manat. Mama soda. Mama soda. Dime. Ah. Mama soda. ¿Cómo estás? Bien. Dəniz məhsullarıdır dostlar. Krevetkalar 213 peso. Hər cürəsi var. Bu da ət. Buraya ət neçədir? 430 qramdır, 175 pesoya. Amma bilmirəm nə ətidir. Steak yazılıb, yəqin ki mal ətidir. Doğranmış ət 124 pesoya. Yarım kilodan çox. Ətlərdir. Deyəsən bu donuz ətidir. 41 peso donuz əti. Ucuzdur da, donuz əti ucuz olur. 49 peso. Ən ucuz ət donuz ətidir burada. Bu da çəkilmiş ətlər 86 pesoya, yarım kilosu 86 pesoya. 86 peson da hardasa eləyir 8 manat. Burada bir onurğadır, nədir bu satırlar, malın onurğası. Toyundur 2 kilosu 88 pesoya. 8 manata 2 kilosu. 3 manatadır 700 qram. Toyuq əti çox ucuzdur burada. Yağın quşçuluq çox güclü inkişaf edib. Mənə dostlar gəldik Ukrayna sirkinə. Bizim direktorun 3 sirki var. Bu ikinci sirkidir, Ukrayna sirkidir. Çox böyükdür. Karavanlarımız buradadır. Gəldim burada bu sirkədə tanış olmağa çağırıblar. Gündən burada olacağım. Slava Ukrayna. Gör nə Ukrayna sirki necə inkişaf edibsə, İnşallah o gün olar Azərbaycan sirki də var. Belənçinə başqa ölkələrdə bayrağımız dalğalanar. Ama özüm eləyəcəm inşallah. Çətin bir məsələdir, amma eləyəcəm. Görsün nə gözəl sirkdir, səliqəli, maşınlar, şərait. Deməli əziz dostlar, bu yeni şəhərdə videolar çəkdim. Həmin kimlər üçün maraqlı olsa baxarsınız. Kanala abunə olmağı unutmayın, like qoyun. Görün nə gözəl təbiəti var. Dağların ətəyində, havası sərin. Bura elə də isti deyil. Azmazda yağış çiskinləyir, elə bir yağacaq. Buradakı böyük Ukrayna sirkidir. Azərbaycanlı gücü görüşərik. Videoları izləyin.